Yaxşısı budurun dəyərli izləyiciləri, xoş gördük sizi. Payız mövsümü girər-girməz havalar soyuyur deyə immunitetimiz zəifləməyə başlayır. Elə buna görə sizə kilosu cəmi 2 manatı olan faydalı qidadan və həmçinin dəri və ekzema xəstəliklərinə qarşı olan ən effektiv vasitələrdən danışmaq istəyirik. Əgər payız mövsümünü sağlam başa vurmaq istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Yaxşısı buduru sonadək izləsəz, payız mövsümündə niyə tez-tez qrip olmağınızın səbəbindən, bu mövsümdə niyə çəki artımı olur sualına doğru cavabdan, dəridə olan ekzema və quruluğun əsas amilindən, faydalı qida rasionunun seçilməsindən, məşhur qonağımızın dadlı reseptindən agah olacaqsınız. Payızda immuniteti gücləndirmək üçün ümumi tövsiyələr çoxdur. C vitamini, dincəlmək, sağlam qidalanma və s. Amma biz az bilinən məlumatlar verəcəyik. Bu məlumatlar elmə əsaslansa da geniş yayılmayıb və çoxları tərəfindən bilinmir. Payızda bizim həm geyimimiz, həm qidalanmağımız, həm də orqanizmin bu və ya digər xəstəlik törədici mikroblara qarşı dayanıqlı artırmaq üçün biz bir çox şeylərə diqqət yetirməliyik. İlk olaraq nədir? İlk olaraq payız gəldikdə bizim əhval-ruhiyyəmizdə bir düşüklük ola bilir. Yəni biz biraz qərib kimi ola bilirik, biraz darıxa bilirik. Bunun səbəbi nədir? Çünki sutkanın işıqlı vaxtının azalması, qaranlıq vaxtının çoxalması nəticəsində orqanizm tərəfindən sintez olunan serotonin miqdarı azalır. Serotonin də azalanda bizim belə deyək də həzz hormonumuz azalır. O yüzden də insanlar biraz darıxır, hansısa bir şeylərə hövsələsiz olurlar. Və bu zamanda bir çox insanlarda, orqanizmdə şirin bir şeylərə, yəni şirniyyata qarşı olan həvəsi artır. Bunu aradan qaldırmaq üçün un məmulatları, şirniyyatları yox, daha çox meyvə, şirin meyvələr və yaxud da ki, meyvə qurularını istifadə etmək lazımdır. Bu mövsümdə həkimlər deyir ki, burnun seyirli qişasını nəmləndirmək çox vacibdir. Xüsusilə o evlərdə ki, radiatordan istifadə olunur, payız mövsümündə həmin evlərin havası quru olur. Elə buna görə də burun vasitəsilə virusların orqanizmə daxil olması daha da asanlaşır. Dəniz suyu spreyləri və ya təbii fizioloji məhlullardan istifadə edə bilərsiniz. Beləliklə, quru havadan gələn virusların qarşısını almaq olar. Burnun daxili mühitinin sabitliyini qorumaq üçün dəniz spreylərindən əlavə antihistamin tərkibli dərmanlardan sözsüz ki, bu da həkimin təyinatı əsasında mütəmadi olaraq istifadə etmək faydalı olacaqdır. Bu mövsümdə çəkiniz biraz artsa da bundan qorxmayın. Biz anatomik olaraq, fizioloji olaraq orqanizm elə qurulub ki, payız-qış mövsümündə orqanizm öz kütləsinin 5 və 10% qədər artıra bilir. Niyə görə? Payız və qışda orqanizmə enerji lazım olanda, yəni əgər biz qidalanmırıqsa, orqanizmimiz özümüzdə olan pi qatından istifadə edərək, yəni onu yandıraraq biz həyatımızı davam etdiririk. Bu dəri altında və yaxud da ki, əzələ arasında yığıla bilir. Dəri altındakı pi toxuması bizi bir soyuqdan qoruyur, yəni ki, soyuq dəymənin qarşısını ala bilir. İkincisi də bizim enerji mənbəyimizdir. Yəni yağlar yandıqda ən çox enerji verən, kaloriyə enerji verən yağlardır. Payızda qripə yoluxmamaq üçün son dövrlər peyvənd vurduranların sayı artıb. İnfluenza vaksini adlandırılan bu peyvəndi 6 aydan yuxarı hər kəs istifadə edə bilər. Dövlət proqramına uyğun olaraq əhalinin mövsümi olaraq peyvəndlənməsini tövsiyə edirəm. Deyir, qapını bağlı saxla ki, qonşunu oğru bilməyəsən. Ona görə də təmiz havada çox olmaq, yəni yetərli təmiz havada ola bilmək, amma yürüyüşü axşamlar eləmək şərti ilə. Bolluca su içmək, meyvə tərəvəzdən istifadə eləmək və belə də stressdən uzaq durmaqla istənilən bir xəstəliyə tutulmamaq və xəstəliyi enmək olar. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Bilin ki, qədimdən istifadə olunan qarazirə ən yaxşı immunomodulatordur. Xüsusilə T hüceyrələrinin fəaliyyətini artırır. Onun yağını istifadə etmək çətindirsə, gündəlik qida kimi toxumlarını üyüdüb, qatıqla qarışdırıb yeyə bilərsiniz. Bununla bərabər sink və maqneziumu da unutmayın. Payız mövsümündə yuxu rejimi də çox vacibdir. Unutmayın, immunitet hüceyrələrinin ən aktiv saatı axşam 10-dan gecə 2-yə kimidir.
bu saatlarda yatmaq regenerasiya üçün çox önəmlidir. Sirkəyə qoyulmuş sarımsaq və ya tərəvəzləri tükətməklə payızda təbii probiotik qəbul etmiş olacaqsınız. Bununla yanaşı tərəvəz tərkibli şorbaları da çox istehlak edin. Payızda isə biz isti tərəvəz tərkibli şorbalardan, yəni ki, suplardan istifadə edirik. Tərəvəz tərkibli şorbalar bizə nə verir? Birincisi qəbizliyin qarşısını alır, çünki tərkibində çoxlu bitkilikləri var. İkincisi orqanizmi qızdırır. Üçüncüsü isə tərəvəzlərin tərkibində olan makro və mikro elementlər bizim immunitetimizi tənzimləyir. Yəni tərəvəzlərə bura aid ola bilər, kələmdir, yer köküdür, çuğundurdur. Yəni bu tipli gül kələmidir, kələmkimlər fəsləsindən olar. Bunlardan istifadə etməklə biz mədə bağırsağımızın doğru işləməsini təmin edirik. Bu bir. İkincisi, orqanizmə lazım olan makro mikro elementlərini təmin edirik və bir də soyuq dəymənin olmasını və yaxud da ki, xəstəliklərlə mübarizədə öndə gedən bizə nədir? Tərəvəzlərdir. Burada da bir şey də əlavə eləmək istəyirəm, haşiyə çıxıb ki, yəni ki, həftə sonları, şənbə və bazar günləri işgüzar insanlar soğan və sarımsaqdan istifadə etməsi mütləqdir. Bunlar həm antioksidantlar, həm də fitontosid, yəni ki, bizə xəstəlik törədə bilən mikroorqanizmləri öldürə bilən bir xüsusiyyətləri vardır. Payız mövsümündə temperaturun düşməsi, həmçinin havada rütubətin azalmasına görə dəridə problemlər yaranmağa başlayır. Elə buna görə də payız mövsümündə yüngül nəmləndiricilər əvəzinə tərkibi daha yağlı olan nəmləndirici vasitələrdən istifadə etməyiniz məsləhətdir. Əlavə olaraq deyərdim ki, müxtəlif xroniki, əsasən allergik xəstəliklər baş qaldırmağa başlayır. Yaz və payız aylarında ağacların, müəyyən kolların, bitkilərin tozlanması prosesi baş verir ki, burada da atopik allergiyalar artıq kəskinləşməyə başlayır. Atopik dermatit dedikdə nə anlaşılır? Əsasən dəridə quruluq müəyyən bölgələrdə və həmin nahiyələrdə yorucu qaşınmalar ola bilir. Bəzi hallarda daha kəskin formada qabıqlama, hətta ekzemaya qədər kəskinləşmə ola bilir. Ekzema halında artıq burada vezikulyar səpgilər ən çox əl, ayaqların barmaqlarında, ovuc dərisində, pəncə altında qaşınan sudurcuqlu səpgilər inkişaf edir. Dərimizin sağlam qalması üçün daima qulluq lazımdır. Yay fəslindən başlayaraq deyərdim ki, bütün 4 fəsildə ilin 12 ayı günə qarşı kremlərin istifadəsi mütləqdir. Həmçinin nəmləndirici kremlər, su əsaslı kremlər, bu nəmləndirici adlandırdığımız kremlər istifadə olunması tövsiyə edilir. Payızda gün işığının azalması ilə qan dövranı yavaşlayır. Dəri yorğun görünür. Buna qarşı ən yaxşı vasitə səhərlər vitamin C tərkibli serumlardan istifadə etməkdir. Eyni zamanda yüngül masaj və ya dəri fırçalama da qan dövranınıza yaxşı təsir göstərəcək. Əgər dərinizdə allergiya və ya ekzema alovlanmaları varsa, diqqətli olun. Pasiyentin, insanların özünün edəcəyi bir məsləhət nədir? İlk öncə dərisində hər hansı bir allergik, ekzema, atopik dermatit kimi və yaxud da hiperhidroz adlandırdığımız çox tərləyən insanlarda geyimlərinə diqqət yetirmələrini tövsiyə edirəm. Əsasən pambıq parçalardan hava keçirən, sintetik olmayan geyimlərdən istifadə etmək dəriyə kömək edər. Yəni bu problemləri kəskinləşdirməmək məqsədi ilə. Həmçinin evdə insanların özlərinin istifadə edə biləcəyi həkim məsləhətsiz hətta nəmləndirici kremlər, hər kəsin tanıdığı Bepanthen, Panthenol, Suda krem belə bir nəmləndirici kremlərdən istifadə etmək olar. Dərinin quruyan açıq sahələrini istifadə etmək olar. Müxtəlif tərkibli deyək, dərinin qurumaması üçün, qırışların yaranmaması səbəbindən tərkibində vitamin C, gialuron turşusu, niasinamid, glabridin, yəni bu kimi kimyəvi tərkiblərdən hazırlanmış kremlər tətbiq edirik, təyin edirik pasiyentlərə. Artıq bunu dermatoloq, həkim, mütəxəssis tərəfindən təyin olunmalıdır. Amma insanların özlərinin evdə qulluq məqsədi ilə istifadə edəcəyi kremlər dediyim kimi əsasən su əsaslı nəmləndirici kremlərdən ibarət olmalıdır. Ovuc və ayaq altından başqa bütün dəri örtüyümüzdə piy vəzləri var. Piy vəzləri zaman-zaman gözə görünmədən dəri səthindən xaric olur və dərimizin yumşaqlığını, elastikliyini, hərəkətliyini təmin edir. Bir qrup insanlar var ki, həddən artıq çox əllərini yuyurlar, özəlliklə hava soyuq olduqda isti su ilə və isti su və həm də yuyucu vasitələr, sabundan istifadə etdikcə artıq görürük ki, dərinin
tam müdafiəsiz qoyur, dərini yağlanmağına imkan vermir. Bu baxımdan dəri başlayır qurumağa, özəlliklə də buna məruz qalır bu cür quruluğa dediyim kimi əllər daha tez-tez yuyulur və nəticədə dəri kserozu kimi bir patologiya yaranır. Payızda düzgün qidalanma ilə orqanizmi mövsümi xəstəliklərdən qorumaq mümkündür. Tərkibində karotenoidlər və A vitamini ilə zəngin yerkökünü bolluca tükətmək lazımdır. O, selili qişaları qoruyur, immunitet hüceyrələrini aktivləşdirir. Yerkökünü rəndələnmiş halda zeytun yağı ilə yesəz, tərkibində olan A vitamini orqanizmə daha yaxşı sorulacaq. Payız aylarında xüsusilə də vitamin D-nin, bu da analizdə onun miqdarı orqanizmdə dəqiqləşdirildikdən sonra sözsüz ki, istifadə miqdarını artıra bilərlər. Nəyə görə? Çünki orqanizmin immunitetimiz qripə yoluxmaya qarşı daha həssas olur bu dövrdə. D-nin miqdarı orqanizmdə optimal olaraq 30 nanoqram bölü milli ilə 100 nanoqram bölü milli arası optimal doza təşkil edir. Amma artıq 10 nanoqram bölü millidən aşağıdırsa, bu artıq defisit deməkdir. Belə olan halda dozalanma həkimin göstərişi olmaq şərti ilə yəni istifadə olunmalıdır və bu mütəmadi olaraq istifadə olunmalıdır. Mən hətta xüsusilə bunu qeyd etmək istəyirəm ki, soyuq aylarda, yəni biz daimi olaraq günəş şüasında az qəbul etdiyimizə görə D vitaminini həkimin göstərişi ilə mütəmadi olaraq qəbul etməliyik. Bundan əlavə orqanizmin qidalanma yolu ilə D vitamini ilə möhkəmləndirmək üçün yumurta sarısı, qaraciyər, süd tərkibli qidalardan istifadə etməyimiz də uyğun olacaqdır. Digər bir vitamin də vardır ki, onun adı immunitetin qaldırılmasında az çəkilir, amma onun da orqanizm üçün rolu çox böyükdür. Söhbət C vitaminindən gedir. Digər adı ilə desək, askorbin turşusu adı ilə tanıdığımız bir vitamin. Xüsusilə də payız aylarında piştaxtalarda C vitamini tərkibli qidaların artdığını görəcəyik. Bunlara misal olaraq meyvələrdən naringini, portağalı, qreypfrutu, narı misal göstərə bilərik. Amma tərəvəzlərdən isə xüsusilə də acı biber, brokoli kimi biz qidaları bunlara misal göstərə bilərik. Eləcə də ispanaq. Amma C vitamininin qəbulunda xüsusi bir məqamı mən izləyicilərimizə çatdırmaq istəyirəm ki, böyrək daşından əziyyət çəkən pasiyentlər C vitamininin istifadəsində müəyyən qədər məhdudiyyət olacaqdır onlar üçün. Çünki askorbin turşusunun orqanizmdə son parçalanma məhsullarından biri oksalat turşusudur. Böyrəyində kalsium oksalat mənşəli duzlar olan pasiyentlər C vitaminindən istifadəni artırsalar, sözsüz ki, həmin daşların ölçüsünün böyüməsinə gətirib çıxaracaqdır. Buna görə də həkim təyinatı olmadan vitaminləri öz başına qəbul etmək təhlükəlidir. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Qarağat, itburnu, böyürtkən kimi gilə meyvələri güclü antitoksidant təsirinə görə payızda qida rasionuna daxil etmək məsləhətdir. Onlar hüceyrələri qoruyur, viruslarla mübarizə aparır. Bu gilə meyvələri qaynatmadan dəmlənmiş formada qəbul etməlisiniz. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında sevilən müğənnimiz Fərid Mərddir qonağımız. Necəsiz Fərid bəy? Təşəkkürlər, sağ olun. Siz necəsiz? Xoş gördüm, mən də sizi, mən də yaxşıyam. Bugün nə hazırlayırıq, nə məsləhət görürsünüz, öz qida rasionunuza nələri daxil edirsiniz? Adətən səhər yeməyində vaxtım olduğu zamanlarda həvəslə nə hazırlayıram, həm də ki, faydalı olan nədir? İstədim ki, onu izləyicilərimizlə də paylaşaq. Mən gördüyüm qədərilə süfrəmiz çox boldur. Deyəsən, siz səhər yeməyini çox yaxşı yeyirsiniz. Bəli, elədir. Bugün istəyirəm ki, bizim dildə desək, pomidorlu yumurta, amma onu mən öz reseptimdən fərqli formada hazırlayıram. Və bir neçə də çox bədənimiz üçün çox önəmli olan, yüksək antioksidant tərkibində olan bir neçə məhsul var ki, onlarda kiçik də olsa belə həyati önəm daşıyır mənim üçün. Həm bizi bu mövsüm dəyişikliklərindəki xəstəliklərdən qoruması üçün, həm bu birisi dövrdə viral infeksiyalar çox yayılıbdır. Həm ona təsir edir, həm bizi gənc saxlayır. Onlara inanıram və onları da istəyəcəm, təqdim edəcəm birazdan sizə. Bu yaxınlarda sosial şəbəkələrdə mən də izlədim. Bizim gözəl sənətkarımız Alim Qasımovla möhtəşəm bir ifanız olmuşdu. Bəli. Çox sevildi, çox bəyənildi. İkinci layihəmizə hazırlaşırıq biz artıq. Bəli. Hətta bizim artıq bir konsert planımız var. Dekabr ayında Ankarada
CSO adlı böyük bir konsert mərkəzində bizim ilk bərabər solo konsertimiz olacaq. Xeyirli uğurlu olsun, Çox şərli sağ ol. olsun sizin üçün də. Və yaxın zamanda da həm əməkdar artist Fərqani Qasımova, mən və Alim Qasımova bərabər ikinci duetimiz də olacaq. Xeyirli uğurlu olsun, səsiniz daha da yüksəklərdən gəlsin. Çox sağ olun, təşəkkürlər, minnətdaram. Və indi bibərləri də doğrayaq. Yenə mən sizə də verim bibərlər. Yaradıcılığa nə vaxtdan başlamısınız Fərid bəy? Yaradıcılığıma 2010-cu ildən başlamışam. Əslində çox qəribədir. Mənim elə yaradıcılığa başlamağımda məhz İctimai TV-nə təsadüf edir. O zamanlar Eurovision seçim turları var idi. Avroviziya seçim turlarında iştirak etmişdim. Hələ onda ilk addımlarım idi, belə deyək, öz vokal müəlliməmin, belə deyək ki, təkidi ilə mən ora qatıldım. Və ondan sonra 2013-cü ildə Türkiyədə olarkən tədbirlə bağlı getmişdim. Elə oldu ki, Türkiyənin məşhur orkestri var, MB Orkestrası. MB Orkestrasının rəhbəri məni dinlədi və öz orkestrlərinə məni dəvət elədi. 5 il müddətinə MB-nin solisti oldum və bu müddətdə biz Türkiyədə 500-dən çox konsert vermişik. Və daha sonra isə yenə ictimaidə yayımlanan Çağırarsa Vətən proyekti üçün də Zəfər marşı bəstələdik. Hətta onu bizim üçün Tarkan orkestri ifa etdi. Can Şəngün, Savaş Akbaba və s. kimi önəmli musiqiçilər ifa etdilər. Yəni Türkiyəyə köçsəm də Azərbaycandan kənarda qalmamışam. Mən bir ay yaxınlamışam Azərbaycanda olub. Mən belə başa düşdüm ki, Fərid bəy, yerinizdə durmayan bir insansınız. Bəli, bəli. Çalışmağı, öz üzərimdə işləməyi. Çox müsbət bir cəhətdir. Bəli, bəli. Bir sevdiyim söz var, deyirəm ki, ən böyük rəqibim özüməm. Mən özümlə yarış içərisindəyəm. Doğrama işimiz bitdi. İndi nə edirik Fərid bəy? İndi bişirmə etapına keçəcəyik. Pomidorlu yumurtamız hazırdır. Üzərinə pul biber əlavə elədik. Baxaq da. Baxaq dadına. Çox gözəl dadı var. Xoş olsun. Məsləhət görürük ki, bizim izləyicilərimiz də hazırlasın. Bəli, bəli. Biberlə fərqli olur dadı. Keçək indi növbəti prosesə. Növbəti proses küncütdən əldə olunan tahin dediyimiz bir məhsuldur. Özəlliklə qış aylarında tahinlə keçi buynuzu bəkməzidir bu və bunu qarışdırırıq. Əla. Bunu da məsləhət görürəm həmçinin. Keçi buynuzu bəkməzi də yenə həm xərçəng xəstəliyinin o hüceyrələrin bölünməsi və s. o indi həkimlərimiz daha yaxşı bilər və dediyim kimi enerji mənbəyidir, bizi başqa xəstəliklərə qarşı daha dözümlü edir. Və ikinci də olacaq ki, bal və sarı kök. Sarı kök də Bunun çox... dadını çox bəyəndim birinci Bəli. düzəltdiyiniz qarşıma. Görə indi bu necə alınacaq? Bu daha çox dad kimi deyil, bunun çox belə bir deyim sizə ki, gözəl dadı olur, yalan deyərəm. Ancaq bu da dediyim kimi... Faydasına görə yemək lazımdır. Bəli, bəli. Payızda xəstələnməyək deyil. Elə xəstələndiyim zaman da istifadə edirəm, sanki daha tez sağaldır. Düşünürəm ki, limon sarı kökün o kəskin qoxusunu, dadını Bəli, biraz bəli. öldürmüş olacaq. Bu dediyim kimi, bunun dadı gözəl olmur. Bu sırf dərman kimi düşünə bilərsiniz. Yəni dadla baxsaq. Payızda orqanizmimizə Bəli, fayda bəli. vermək üçün istifadə eləmək olar. Faydalı Baxın, olduğuna görə düşünürəm ki, mən də dadına baxmalıyam. Dərman kimi düşünürəm. Yox, çox qəşəngdir. Yaxşıdır. Bəyəndim. Hə, Yemək olar. düzdür. Bir də zəncəfil var. Zəncəfil də çox faydalıdır. Düzdür, zəncəfilin dadını artıq mən tərifləyən insan tanımıram, çünki çox həqiqətən kəskindir. Amma ki, zəncəfili Amma də... o qədər faydası var ki, Bəli, bəli. zəncəfilin. Ələxüsus bizi izləyən əgər səs sənətçiləri varsa, səs qısıqlığı olanlar varsa, onu məsləhət görə bilərəm ki, səs üçün də çox faydalıdır. Belə xırda-xırda doğrayıb çayın içinə də atmaq olar. Və yaxud toz halına gətirib və yaxud hazır toz şəkilli olanlarla da yenə balla və limonla qarışdırıb eynən sarı kök yerinə zəncəfillə də hazırlamaq olar. Və belə xırda-xırda doğrayaraq bunu
qəbul etmək olar. Düzdür, acıdır. Əslində mən sevirəm, çünki bilirəm ki, xanımlara həm də arıq qalmaq üçün çox faydalıdır. Ona görə bilmirəm indi izləyicilərimiz yeyə biləcək ya yox. Düzü mən də onun blenderdan keçirilmiş formasını istifadə eləmişəm. Düzdür. Ancaq bu bilirsiniz daha təzədir. Görürsünüz, özü də həm də suludur. Ona görə bu təbii ki, toz halında artıq bir müddət sonra o keyfiyyətini itirmiş olur. Keyfiyyətini itirir. Tam razıyam. Bu sadəcə çox ağırdır. Ona görə istəyirsiniz indi yoxlamaya da bilərsiniz. Yox, yoxlayacağam. Mən sizin əziyyətinizi bu günləri yerə vurmaq istəmirəm. Tamam, yoxlayın o zaman. Elə belə bu formada yeməliyəm. Bəli, amma hazır olun, çox acıdır yəni ki. Dəhşət acıdır. Bəli, acıdır, amma ki faydası da möhtəşəmdir. Uddum. Uda bildim. Və sonda da portağal şirəsidir ki, o da C vitaminidir. Səhərlər özəlliklə səhər yeməyində. Bəli, mən çay istifadə etmirəm, çünki çay gün ərzində istifadə edirəm, amma səhərlər çay biraz həm mədəni yorur. Biz düzdür, xalq olaraq şəxsən mən özüm çay içməyi çox sevirik. Amma səhər yeməyində ya qəhvə istifadə edirəm və ya portağal şirəsi istifadə edirəm, hansı ki daha düzgün olur. Biz bu günləri sizin səhər yaxşı qidalandığınızın fərqinə vardıq. Bugünkü süfrəmizdən onu anladım mən. Bu möhtəşəm reseptlərdən siz də yararlana bilərsiniz əziz izləyicilərimiz. Təşəkkür edirik. Sağ olun, təşəkkürlər. Gələn görüşlərə dək necə deyək. Var olun, minnətdarıq. Sizə də, sənətinizdə də uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Payızda əsasən yaxşı qidalanmaq çox vacibdir. Bu mövsümdə 3 rəngdə olan meyvə-tərəvəzi qəbul etsəz, heç xəstələnməyəcəksiniz. Ən azından gündəlik olaraq 400 qram meyvə qəbul etmək lazımdır və yaxşı olar ki, bunlar ən azı 3 rəngdə olsun. Qırmızı, sarı və yaşlı rəngdə ola bilən meyvələrdə istifadə olunmalıdır. Yağlar olaraq isə 30% heyvani yağlar, 70% isə bitki yağlar olmaqla rasionumuzu bu cür qurmalıyıq. Və yaxud da ki, biz qoz, fındıq, badam, püstə qəbul etməklə onlarda da doymamış yağ turşuları və yaxud da ki, omega 3 kimi yağlardan istifadə edə bilərik. Meyvə, tərəvəzlərdən istifadə etmək lazımdır. Tərəvəz tərkibli şorbalar, yəni suplar içmək lazımdır. Üçüncüsü isə həddən artıq çox yağlı qidaları yeməmək lazımdır. Və mövsümi yetişən meyvə tərəvəzlərdən istifadə etmək lazımdır ki, niyə görə payız və qışda havaların soyuması nəticəsində bizim soyuq dəymədən yaranan xəstəliklərə yoluxma riskimiz azalsın. Yəni nə? Zülal olaraq biz həm heyvani, həm də ki, bitki zülallarını istifadə edə bilərik. Heyvani zülallar bu mal əti ola bilər, toyuq əti ola bilər, hind toyuğu ola bilər, balıq ola bilər. Amma bitki zülallarından isə biz mərciməkdir, lobyadır, yəni paxla kimilərdən istifadə edə bilərik. Payızda xüsusilə də zülal mənşəli qidaları artırmaq orqanizmin daxili mühitinin qorunmasında rol oynayır və payızda zülal mənşəli qida olaraq ətdən çox balıq istifadəsi tövsiyə olunandır. Dənizdə böyümüş balıqların orqanizmində omega 3 və minerallar daha çox üstünlüyü təşkil edir. Amma okean balıqlarında olan ağır çəkili balıqlarda isə bədənlərində digər birləşmələrin olma ehtimalı çox olduğundan hamilə qadınların xüsusilə də istifadəsi üçün bir qədər problemli ola bilər. Ona görə də dənizdə böyümüş balıqların istifadəsi hər kəs üçün payızda tövsiyə olunandır. Əgər biz minerallardan və omega 3 tərkibli qidalardan danışırıqsa, sözsüz ki, burada bir qida qrupu da vardır ki, onlar çərəzlərdir. Payızda onların miqdarını artırmaq tövsiyə olunur. Bunlara qoz, badam, fındıq, antep fıstığı kimi qidaları aid eləmək olar. Amma antep fıstığının istifadəsində bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Antep fıstığını trombositopeniyadan əziyyət çəkən pasiyentlər rahatlıqla istifadə edə bilərlər. Amma qanı qatı olan şəxslərin antep fıstığından çox istifadəsi tövsiyə olunmur, çünki tərkibi K vitamini ilə zəngin olduğundan qanı qatılaşdırır. Payızda kilosu cəmi 2 manata alacağınız sümükdən hazırlanan şorbanı mütləq qida rasionunuza daxil edin. Çünki onun tərkibində olan minerallar, həmçinin kollagen immun sisteminin dəstəyi üçün ən gözəl vasitədir. Payız aylarında dərimiz qurumağa meyilli olduğundan iribuynuzlu heyvanların sümüklərinin qaynadılaraq içilməsi çox faydalı olacaqdır. Çünki onların tərkibində təbii formada əldə etmək istədiyimiz kollagen vardır. Kollageni insanlar hal-hazırda süni formada tozları belə deyim hazırlayaraq istifadə etməyə çalışırlar, amma təbii halda hazırlanmış kollagen insan bədəni tərəfindən daha rahatlıqla soğurulur. Süni formada toz formasında hazırlanmış kollageni isə bədənimiz belə deyim soğurulmasında çətinlik
çəkir. Buna görə də biz payızda xüsusilə də kollageni qəbul etmək istəyiriksə, onun saatına diqqət etməliyik. Kollagen mənşəli qidalar yalnız səhər saatlarında ac qarına qəbul olunmalıdır. Və kollageni qəbul etmək istəyiriksə, nəyə görə iri buynuzlu heyvanlar deyirik? Çünki iri buynuzlu heyvanlar istiqanlı olduğuna görə onların kollageni insan bədəni tərəfindən rahatlıqla qəbul olunur və sorulur. Amma misal üçün balıq mənşəli kollagenlər də hal-hazırda satışda var. Balıq mənşəli kollagenləri isə insan orqanizmi qəbul etmir. Çünki balıq soyuqqanlı heyvandır, insan isə istiqanlıdır. Ona görə də hər kəsə iri buynuzlu heyvanların kollagenini qəbul etməyi tövsiyə edirəm. Unutmayın ki, yayın qızmar günlərindən sonra gələn payız həm insanların, həm də təbiətin bir növ yenilənmə mərhələsidir. Bu mövsümü sağlam başa vurmağınız üçün verdiyimiz məlumatlar ümid edirəm işinizə yarayacaq. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik!